Buyurur ki, həqiqətən insanın xoşbəxtliyi bu üç şeydədir. Kim əgər bu üç şey müvəffəq olarsa, bunu haqqı ilə yerinə yetirərsə və bu şeyləri yerinə yetirərsə, deməli o insan artıq xoşbəxtliyə, səadətə nail olur. Birincisi odur ki, insan neməti verənə şükür edərsə, başına gələn qəza və qədərə səbr edərsə, üçüncüsü isə istiğfar, Allahdan bağışlanma və tövbə diləyərsə, bu insan həqiqi xoşbəxtliyə nail olub. Və doğrudan da Allah Azze və Cəllənin bizlərə olan nemətləri çoxdur. Və bu nemətlərin bizdən gərəkdirdiyi odur ki, bu neməti verənə şükür edək. Və ikinci, insan bu dünyada müsibətlərlə qarşılaşır, çətinliklərlə, bəlalarla qarşılaşır. Bu labüddür. Bu dünya imtihan dünyasıdır, bu dünya sınaq dünyasıdır. Bu dünyada çətinliklər olacaq, sınaqlar olacaq, məşəqqətlər olacaq. Ona görə insan bunların qabağında səbirli olub, mükafatını Allahdan gözləməlidir. Və üçüncüsü isə, insan bu dünyada günah edəcək, insandan bu dünyada nöqsanlar aşkar olacaq, təqsirlər olacaq bu insanda və bu yerdə insandan gərəkən odur ki, insan Allaha tövbə eləsin, istiğfar eləsin. İbn-i Qayyim Rahimullah buyurur ki, həqiqətən də bu üç şey qulun, bəndənin səadətinin ünvanıdır, xoşbəxtliyin ünvanıdır. Və həqiqətən də bəndə, qul bu dünyada bu üç şeydən kənarda deyil, bu üç şeyin arasındadır. Ona görə də xoş o insanın halına ki, ona bir şey veriləndə şükr edər, başına müsibət gələndə səbr edər və günah işləyəndə Allahdan bağışlanma diləyər. Və birinci məsələ nemət məsələsidir ki, insan bu nemətə şükr etməlidir. Və insan bu dünyada ona verilən həm dini nemətlər olsun, həm dünyəvi nemətlər olsun, Allaha şükr etməlidir ki, Allah Subhanahu wa Ta'ala o şükrünə görə onun nemətini artırsın. Necə ki, Allah Azze və Cəllə buyurur ki, وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ O zaman Rəbbiniz bildirmişdi ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Şükür etsəniz, sizə olan nemətimi artıraram. وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَدِيدٍ Əgər nankörlük etsəniz, bilin ki, mənim əzabım şiddətlidir. Ona görə Allah Azze və Cəllə xoşlayır ki, sevir ki və razıdır ki, qulu yediyi zaman, içdiyi zaman ona həmd eləsin, onu tərifləsin. Və həmçinin də möminə əmr ondan da odur ki, Allah Subhanahu wa Ta'ala ona verdiyi nimətləri etiraf eləsin və dilini şükür öyrəşdirsin.